Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibin nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibinat tahirinel masuminel mükerremin. Siyumel huccah bakiyetillah fil aradin. Ruhi ve ervahul alemin li turab maqdamihil fida ve la'natullah ala a'daihim ecma'in. Minel ana ila qiyam yevmiddin. Eûzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Asan yaşayış hakkında danışırdıq. Rahat yaşayış, rahat yaşamaq. Bunun barəsində bir neçə cümədir söhbət edirik. Qeyd eləmək istəyirəm ki, rahat tələbli hissi insanın ən fundamental hisslərindən biridir. İnsanın ən əsas ehtiyaclı olduğu məsələlərdən biri rahatlıqdır. İnsan rahat olmaq istəyir. Uşaq dünyaya gələndə ilk təcrübə elədiyi istək rahat tələbli idi. Uşaq niyə görə ağlayır? Ona görə ki, narahatdır. Acır, ağlayır, nə hansısa narahatçılığı olanda ağlayır. Yəni, rahatlıq üçün səs çıxardır, səs-küy salır. Bu, insanın ilk təcrübə elədiyi istəkdir, hissdir. İnsan rahatlıq istəyir. İnsana onu öyrətməyiblər ki, rahatlıq yaxşı bir şeydir. Onu dərhal təcrübə eləyir dünyaya gələn kimi. Və onun üçün ağlayıb, sızlamaqla mübarizə aparır. Ona çatmaq istəyir. İnstinktiv olaraq bunlar baş verir. İndi bu rahat tələbli hissi ilə neynəmək lazımdır? Onunla mübarizə mi aparmaq lazımdır? Yoxsa əksinə o rahat tələbli hissini inkişaf elətdirmək, rahatlığa çatmaq lazımdır. Dinimizə müraciət eləyəndə iki cür ayə və hədis görürük. Bəzilərində deyir, rahatlığınla mübarizə apar, bəzilərində deyir ki, rahatlığa çatmaq üçün çalış. Rahatlığa çatmaq üçün çalış. Deməli, rahatlığın hansısa növü ilə mübarizə aparmalıyıq, hansısa növünə çatmağa çalışmalıyıq. Əldə eləməyə çalışmalıyıq. Misal üçün, hədislərdə buyurulur ki, insanlar elə şey axtarır ki, Allah onu yaratmayıb. Peyğəmbərimizdən. Peyğəmbərdən soruşdular ki, ya Rasulallah, necə yəni Allahın yaratmadığını axtarırlar? Buyurur ki, dünya rahatlığı. Yəni, buradan məlum olur ki, onu axtarma, tapmayacaqsan. Amma görürsən ki, İndi oxuyacam hədislər. Bəzi hədislər var ki, deyir, rahatlıq üçün çalış. Deməli, məlum olur ki, rahatlığın neçə növü var? İki növü var. Və onun biri üçün mübarizə aparıb çatmaq lazımdır, birindən qurtulmaq lazımdır. Bu da sadədir, çoxdur, dərin fəlsəfəyə girmək istəmirəm. Bir növ rahatlığı pozmaqla daha dərin rahatlığa çatmaq olur. Sadədir məsələ. Misal üçün, uşaq gəzmə prosesi çətindir də. Əgər uşaq sırf öz rahatlığını düşünsə, otursa, gəzməsə, nəticədə sonradan həyatı narahat olacaq. Gəzə bilməyən insan bir yerdən başqa yerə getməsin, görə sürünə-sürünə getsin. Amma hal-hazırda onun rahatlığına zidd olsa, durur, yıxıla-yıxıla, hal-hazır rahatlığı pozulub da bunun. Oturanda daha rahat idi. Amma durur ayağa, yıxılır, durur, yıxılır, durur, rahatlığı pozulur. Nəticədə nə olur? Gəzmək öyrənir ki, rahatlığa çatır. Bir rahatlıqdan imtina etməklə başqa bir rahatlığa çatır insan. Mexanizm belədir. Özünə əziyyət verib gəzməsə, yaxud onu gəzdirməsələr, o sonradan rahatlığa qovuşa bilməyəcək, çata bilməyəcək. Məhrum olacaq. İnsanlar çox zaman
rahatlığa çatmaq üçün rahatlıqdan məhrum olurlar. Rahatlığa çatmaq hissi, istəyi onları rahatlıqdan məhrum edir. Deyirsən, məsələn, namaz qılmır ki, rahat olsun, yatsın. Yaxud da namazı vaxtında qıl ki, rahat yaşayasan. Rahatlığı üçün namazını gecikdirir, həyatı narahat olur. Min cür narahatçılıqlar yaradır. Filan işi görmür rahatlığı üçün. Daha da dərin narahatlığa düşür. Daha da ağır narahatçılığa düşür. Din demir, sözün qısası, rahatlıqla mübarizə apar. Din deyir ki, rahatlığını idarə elə. Nəyinsə xeyrinə, nəyinsə mübarizə apar. Din heç zaman elə belə demir, filan şeylə mübarizə apar. Dinin işi nəyinsə insanı mübarizəyə vadar etmək deyil. Din deyir, idarə elə. Nəyinsə xeyrinə, nəyinsə mübarizə apar. Mübarizə deyirsə, deməli, məsələn, deyir, ləzzətlə mübarizə apar, deməli, ləzzətə çatdırmaq istəyir. Ləzzətlə mübarizə apar ki, ləzzətə çatasan. Rahatlıqla mübarizə apar ki, rahatlığa çatasan. Cümlə təzadlı görünə bilər, amma mexanizm belədir. Bir şeylə mübarizə aparsan, onun daha dəyərlisi üçün belə bir mexanizm tərtib olunub. Bunlar hamısı ailədə də öyrədilməlidir. Dini tərbiyə insanların, uşaqların əqidəsinin düzəldilməsi deyil. Ən köklü yanlışlıqlardan biri budur ki, biz elə bilirik ki, dini tərbiyə, yəni öyrətmək nəyəsə, tohid, ədl, nübüvvət, imamət, əqidəsini düzəldək uşağın, etiqadını düzəldək və olacaq dindar. Xeyr, dindarlıq üçün davranış tərzi aşılanmalıdır. Ruhun hazırlığı olmalıdır dini qəbul etməyə. Məlumatdan daha önəmlisi budur. Dini məlumat önəmli deyil dini tərbiyədə. Dini məlumat əldə eləmək kanalları, yolları çoxdur. Dini məlumat yoxsa, bax o məlumatı mənimsəyəndə ruhuna hopdura bilmək üçün onun ruhunda zəmin yaratmaqdır valideynin tərbiyəsinin əsas qayəsi, əsas məqsədi. Elə bir davranış tərzi, elə bir tərbiyə mexanizmi olmalıdır ki, sabah dəyərlər ruhuna sirayət eləyə bilsin. Yoxsa heç bir çətinlik görməyən uşağa dindən danış, dini öyrət, əqidəsi düz olsun, sabah dini də rahatlığı üçün, dırnaq arası rahatlığı üçün istismar edəcək və hətta deyirəm ki, təhlükəli bir caniyə çevriləcək. İmam başı kəsənlərin çoxsu rahat tələbli hissindən çıxış edib imam başı kəsdilər. Rahat tələbli, tənbəllik, elə belə şeylər deyil ki, filan kəs tənbəl adamdır. Tənbəllik kök salanda gəlir səni elə bir hala çatdırır ki, sən hər şeyi tənbəlliyivə uyğun tənzimləyirsən və dini təhrif edirsən. Dini, tənbəlliyi qane eləmək üçün dindən istifadə edirsən və nəticədə gəlib o rahatlığı, tənbəlliyivə zidd olan adamlara qarşı düşmən kəsilirsən və bu Əhl-i Beyt düşmənçiliyi deyirik, haqq düşmənçiliyi bəzən sırf bir dənə əhəmiyyət vermədiyimiz tənbəllik hissindən də yarana bilər, rahat tələbli hissindən də yarana bilər. Din bəli, din rahatlıq üçündür. Amma köklü, dayanıqlı rahatlıq üçün. Din insanı rahat etmək üçündür. Dayanıqlı, köklü rahatlıq bəxş eləmək istəyir insana. Din istəyir ki, insan rahat olsun ki, mənəvi baxımdan inkişaf eləsin. Narahat adamın mənəviyyatı olmaz. Narahat adamın mənəviyyatı olmaz. Rahatlıq uçuş zolağı kimidir. Uçuş zolağı görürsünüz necə hamardır. Oradan pərvaz eləyəcək, qalxacaq. O zəmindir, onun üzərində hərəkət eləyir və qalxır. İnsanın da meyracının zəmini, mənəvi yüksəlişinin zəmini aramlıqdır. Aram olmayan insan, rahat olmayan insan yüksələ bilməyəcək. O, təyyarənin yolunda hamar olmasa, dayanmağa məcbur olsa uçuş eləyə bilməyəcək. Gərək aram bir, düzgün, saf bir, təmiz bir zolaq olsun ki, onun üzərində hərəkət eləsin. Bax, aramlıq belə bir haldır ki, hər şeyin zəmini ruhda aramlıqdır. Aramlıq olsun ki, sən ümumiyyətlə nəsə eləyə biləsən, mənəvi yöndə, inkişaf eləyə biləsən. Keyfiyyətli ibadət üçün rahatlıq olmalıdır. Necə ki, təyyarə yenə deyirəm, pərvaz edir düz yerdə, sənin ruhun o düz yeri sənin aramlığındır. Aram olasan ki, keyfiyyətli ibadət eləyə biləsən. Aram olasan ki, nəsə haqda düşünə biləsən. İstirablı adamın düşünmə fürsəti olmur. Adam istirablı halda görmürsünüz, əl-ayağı əsir, heç nə fikirləşə bilmir, heç fikirləşmək istəmir.
İstirab imanı olur insana düşünməyə, ibadətə, itaətə. İstirablı halda heç zaman huzur qəlblə namaz qılmaq mümkün deyil. Ona görə bunlar bir-birindən əlaqəli hallardır. İnsanın içində olan o qüdrət, potensial var, onu üzə çıxartmaq üçün əvvəl gərək sakit olsun adam. Narahat adam öz potensialını kəşf eləyə bilməz, inkişaf elətdirə bilməz. Kim çox əziyyət çəkdi, Allaha daha çox yaxındır, kim əzab çəkdi, Allaha daha çox yaxındır sözü səhv sözdür. Səhv sözdür. Kim daha çox əzab çəkir, Allaha daha çox yaxındır, xeyr, kökündən səhvdir. Rahatlıq, aramlıq axtarmaq dünyapərəstlik deyil. Bəzi elə bilir ki, kim dinə tərəf getsə, rahat yaşaya bilməyəcək. Çünki din elə təbliğ olunub ki, dinin işi ancaq bizim Allaha yaxınlaşmağımızdır. Necə istəyirsən, həyatın necə olur olsun, Allahın işi yoxdur, Allahı maraqlandırmır. Sən mənə yaxınlaş. Mən üçün önəmli deyil, sən necə yaşayırsan, sənin mənəvi aramlığın necədir, sənin dünya həyatın necə cərəyan eləyir. Allahın vecinə deyil, güya bu, nəuzubillah, Allah deyir, mən bilmirəm, nəyin bahasına olursa olsun, mənə yaxınlaş. Elə bir şey yoxdur. Elə bir şey yoxdur. Səhv fikirdir ki, dinin sənin həyatının keyfiyyəti ilə işi yoxdur. Din ancaq sənin mənəviyyatından maraqlanır. Axı, sənin mənəviyyatın, sənin həyatının keyfiyyəti aşağı olarsa olmayacaq. Mənəviyyat bununla əlaqəli. Keyfiyyətli həyatdan mənəviyyat doğur. Düzgün həyatdan mənəviyyat doğur. Şad həyatdan, ləzzətli həyatdan mənəviyyat doğur. Bunlar bir-birindən tərs mütənasib deyil, düz mütənasibdir. Uyğundur bir-birinə. İnsanlar gedir, uğurları treninqlərdə axtarır, keyfiyyətli həyatı hansısa kurslarda axtarır. Gəlib desən ki, hədis bunu deyir, ona müştəri yoxdur. Amma ona gedir, cibindən pul xərcləyir ki, filan alim mənə bu cür həyat tərzini təqdim eləyir və bu uğurun açarıdır. Bu bizim hamısı biz ruhani, ilahiyyatçı, din xadimlərinin öhdəsindədir. Bu yanlışlıqları biz bəlkə də yanlış təbliğatımızla yaratmışıq. Din həqiqi rahatlığa yol göstərir. Din deyir ki, ruhun əksinə müayinəsi belədir ki, sən ruhu müayinə elə, ruhu. Gör, sən aramsansa, Allaha yaxınsan. Sənin Allahdan uzaqlığın dəlili budur ki, sən istirab içindəsən. İstirab içində yaşayan adam bəllidir ki, Allahdan uzaqdır. İstirab içində yaşayan adam. Kim istəyir Allaha yaxınlığını yoxlasın ki, mən nə qədər Allaha yaxınam, biri də bax gör, nə qədər aram və rahatsan. Meyarları başqa yerlərdə, iman meyarını harada axtaraq biz? Nə bilək biz, özümüzü müayinə eləmək istəyirik. İman meyarları varmı? İman meyarları birbaşa həyatla əlaqəlidir. Həyatın keyfiyyəti ilə, səviyyəsi ilə əlaqəlidir. Həyatın nizamı ilə, intizamı ilə və ən başlıcası aramlığı ilə. Aram adam, Allaha yaxın adamlara baxın, aramdır, çox rahat yaşayırlar. Allaha yaxınlığın həyatda bir neçə izi var. Allaha yaxınlığın göstəricisi var, bir də aramlıqdır. İnsan aramdırsa, istirab çəkmirsə, istirab içində olan adam Allaha yaxın adam deyil. Bu qədər sadədir bunun meyarları, ölçüləri. Nə qədər pərişansansa, istirabdasansa, bir o qədər Allahdan uzaqsan. Dinimiz bizim halımıza önəm verir, həyat tərzimizə önəm verir. Heç nə din qədər həyat tərzimizə önəm vermir. Təkcə ibadətimizə önəm vermir. Biz elə bilirik ki, dinin işi bizim namazımız, namazı qıl, orucu tut, həccüvə get filan. Mənim işim bundandır. Özün bilərsən necə yaşayırsan, istirab çəkirsən, çəkmirsən, ləzzət alırsan, almırsan. Çox səhv düşüncədir bu. Bunlar kompleks məsələlərdir. Din əvvəl baxır sənin həyatıva ki, sən necə yaşayırsan. Necə yaşayırsan, elə ibadət eləyəcəksən. İbadəti qoparmışıq deyə cazibəsi itib dinin. Qaytarmaq lazımdır öz yerinə. Bunlar bir-birindən sıx əlaqəlidir. Kim ki, məsələn, dünya pərəst adlandırdığımız adamların uğurlu insan modeli var ki, o filan sahədə uğurlu olmalıdır, filan. Dindarın da belə düşünürük ki, dindarın da uğurlu insan modeli budur ki, namazını qılsın, oruç tutsun, filan günahlar eləməsin. Xeyr, əslində dinin əsas meyarlarından biri, görüm necə yaşayırsan, əhvalın necədir, halın necədir, rahatsanmı, narahatsanmı, ləzzət halındasan, ləzzət halında deyilsən. İman meyarı bunlar olmalıdır, bunlar, nəhayət ki bunlar olmalıdır.
İbadətlər bunlardan ayrı deyil, ayrı olmamalıdır. Və din elə ona görə çox şey haram buyurur ki, istirab gətirir. Yalan danışmağın haram olmasının bir səbəbi də odur ki, yalan danışan adam istirab içində olur. Onun hətta bioloji təsiri var yalanın. Görmürsünüz, yalan detektor var, yalanı müəyyən eləyir, yalan danışmağı. Sən bioloji dəyişikliyi yaranır, istirab yaradır, qeybət istirab yaradır. Ona görə deyib bunları eləmə ki, aram yaşayasan, keyfiyyətli yaşayasan. Dindar daha keyfiyyətli yaşayan adama deyirlər bir sözlə. Daha keyfiyyətli. Hamıdan keyfiyyətli yaşayan adam dindardır. Din rahatlığın üzərində möhkəm dayanır. Din rahatlığa çatmaq üçün yollar göstərir. Gəlir soruşur İmam Sadiq əleyhissalamdan. Eynət tariqur rahə. Deyir ki, rahatlığın yolu nədədir? İmam demir ki, rahatlıq nədir? Sən məndən bunu nədir sual versən? Get narahat el özü, get rahatlığınla mübarizə apar. Yox, deyir, eynət tariqur rahə. Rahatlığın yolu nədir? Buyurur ki, fi müxalifətil həva. Nəfsani istəklərinlə, cılız istəklərlə mübarizə apar ki, rahat yaşayasan. Mübarizə rahatlığa çatmaq vəsiləsidir bizim dinimizdə. Mübarizə adamı narahat etmək üçün deyil. Əksinə, bəziləri bilir ki, din adamı narahat edir. Onu eləmə, bunu eləmə, mübarizə aparıb narahat olsan. Xeyr, din ona görə deyir ki, eləmə ki, sən rahat yaşayasan. Bunları elədikcə rahatlığın, dincliyin əlindən çıxır. Görün, iki fərqli necə baxış var. Cəmaatın çox ona görə dinə gəlmir ki, gələcəm yükləyəcək, eləmə, məni narahat eləyir bu. Mən rahat olmaq istəyirəm. Əksinə, din deyir ki, eləmə ki, rahat olasan. Elədikcə narahat olacaqsan. Axtardığın rahatlığı günahda tapmayacaqsan. Mən sənin rahatlığının tərəfdarıyam deyə deyirəm, mübarizə apar. Sənin narahat etmək üçün demirəm, mübarizə apar. Mübarizə narahat olmaq üçün deyil. Kim özü ilə mübarizə aparmaqdan narahatdırsa, o düz yolda deyil. Nəyəsə düz eləmir. Mübarizə rahatlığı artırır, artırmalıdır. Dinin işi təkcə namazla deyil. Din deyir, keyfiyyətli yaşa. Din yemək üçün qayda qoyur, yatmaq üçün qayda qoyur, geyinmək üçün qayda qoyur. Ne üçün? Ki, səviyyəli, şad yaşaya biləsən. Gəlib demir ki, namaz 17 rikətdir, filan, vəssalam, mənim işim bitdi. Qalan şey özünüz bilərsiniz, mənim namazımı qılın. Mənim Ramazan ayında bir ay oruç tutun, filan duanı oxuyun, filan zikri deyin. Qalan şeylər özgün başqalarından öyrənin, belə demir. Hər şeyə proqram qoyur. Geyimin rənginəcən deyik, qara çox geyinmək qəm-qüssə gətirər. Filan rəngdə geyinin, filan şəkildə yatın. Bunların hamısı sənin rahatlığın və zövq almağın üçündür. Dini maraqlandıran məsələ budur. Çünki din səni sevir. Sən hər cür rahatlığı sevir. Din demir ki, hansısa sənə hədəf müəyyən eləmişəm. Əsas o hədəfə çatmaqdır. Yox. Din sənə deyir ki, mən istəyirəm sən yaxşı olasan. O hədəfə çatmaq üçün də nəyinsə bahasına olursa olsun, sən pis ol, narahat ol. Mən müəyyən elədiyim hədəfə çat. Belə bir şey yoxdur. Hədəf sənin üçündür. Hədəf sənin üçündür. Yoxsa sən istirab çək, əzab çək, nə olur olsun, get başı divara dön, mən maraqlandırım, mən sənin məqsəd qoymuşam, get o məqsədə çat. O məqsəd elə sənin özünün rahatlığındır, xoşbəxtliyindir, sevincindir, şadlığındır. Biz xütbələrdə ancaq dinimizin ibadi hissəsinə diqqət edirik deyə bizim ibadətimiz də düzəlmir. Keyfiyyətli olmur, dəyişmir. Biz elə Allah təqdim eləmişik ki, onun heç nə vecinə deyil, onun namazını qıl, onun dediyi filan işləri gör, filan işləri gör. Qalan şey sənin halın necə olacaq, onun vecinə deyil o. Biz elə bir Allah təqdim eləmişik. Amma Allah həyatın hər saniyəsinə nəzər eləyən və sənin ləzzətin üstündə əsən, rahatlığın üstündə əsən bir varlıqdır. Deyir, baxın görün, bəndəm rahatdır. Nə narahat eləyir onu? Baxın görün, məsələ nə, Allahın sual verməyə ehtiyacı yoxdur. Misal üçün, ifadə eləmək üçün deyirəm. Baxın görün, bəndəm ləzzət içində deyə narahatdır. Hər an ona diqqət kəsir Allah. Ona nəzər eləyir. Biz elə bir ki, Allah deyir, mənə yaxınlaş, necə olur olsun. Bəli, Allaha yaxınlaşmaq əsasdır, amma keyfiyyətli həyat olmadan Allaha yaxınlaşmaq mümkün deyil. Keyfiyyətli həyat yaşamadan Allaha yaxınlaşmaq mümkün deyil. 100 dəfə bunu deyin və yadınızda saxlayın, məni dinləyən insanlar.
Din buna israr eləyir. Din bunun üzərində dayanır. Din deyir, həyatının keyfiyyətini qaldır. Bunun üçün yeməyi belə ye, bunun üçün yatmağın belə olsun, ətirdən istifa. Hər şeyə bir yol qoyur ki, səni rahat yaşamağa istiqamətləndirsin. Buna çatmaq üçün yol, əsas yollardan biri təfəkkürdür, düşünməkdir, təfəkkür eləməkdir. Görün, nə qəşəng hədisdir bu, İmam Sadiq əleyhissalamdan. Buyurur ki, İnnə sahibəd-din fəkkərə fəaləthu səkinə. Buyurur ki, din sahibi, yəni dindar, düşünər və onunla sakitliyə, aramlığa çatar. Təfəkkürlə aram olar, düşünməklə aram olar, sakitliyə qovuşar. Yəni, düşünməyən adam aram ola bilməz. Düşünməyən adam aram ola bilməz. Çox insanlar düşünmək istəmir. Ona görə aram yaşaya bilmir. Çoxumuz dinlə test kimi davranırıq. Gəlirdi ki, filan sualıma və cavab verməyim. Sən də deyəsən geçsin, yox. Din deyir ki, dərhal sual əlində tutub qaçma kiminsə üstünə. Din deyir ki, sual yarat, sual və cavab axtar, əyləncəli bir prosesdir, təfəkkür prosesi. Düşün, fikirləş, axtar, tap. Bu axtarışda inkişaf eləyəcəksən, həyatdan zövq alacaqsan. Bu axtarış çox önəmlidir, bu axtarış çox mühümdir. Yoxsa ki, 2 variantdan, 3 variantdan birini de mənə, ay filan ruhani, ay hacı. Mənə de, mən bilim. Bu din deyil, din deyir, axtar, araşdır. Bu din belədir ki, bunu ancaq düşünənlər başa düşür də, neynəyək? Düşünməyən adam bu dinin başına bəla olub və bəla olacaq. Və bugün də bəladır. Düşünməyən adamlar, ağlı gözündə olan adamlar, yaş keçdikcə neçə adamın əlindən adam dad döyür, bir də düşüncəsiz insanların. Tez qəzavət eləyən, tez ittiham eləyən, anlamaq istəməyən, düşünmək istəməyən, dərinə getmək istəməyən, nə qədər bəlalar açdılar dinin başına ki, və bu gün də açmaqdadırlar, davam edirlər, sabah da yəqin belə olacaq. Bəsirətsiz, təfəkkürsüz, düşüncəsiz, tez qəzavət edib, tez nəticəyə gələn insanlar, ağılsız insanlar. Bu dini belə tərtib ediblər ki, bu din düşüncəlilərindir. Və o qədər məzlumdur ki, düşüncəsizlərin sığınacağı sayılır din, hələ ki təfəkkürdə. Biz hələ o həddə çatdıra bilməmişik dini ki, desinlər səviyyəli adamdır, yəqin dindar olar. İndi deyir, səviyyəsiz adamdır, elə dindar olar da. Belə düşüncə var cəmiyyətdə. Demirəm, əstəğfurullah, dindarların hamısı səviyyəsizdir, amma hələ ki bu fikir bizim cəmiyyətdə, dünyada belə bir fikir formu. Bəli, bunu qərəzli edənlər də var, hamısını da başa düşürük, amma elə hesab eləməyək ki, biz səbəbkar deyilik. Addım başı biz buna səbəb oluruq, bu fikrin formalaşmasına. Din və həyatın həqiqətləri təfəkkürlə dərk olunur, fikirləşməklə. Bunu ancaq belə qavramaq olur. Ən sadə həqiqətlər var, ölüm məsələn. Ölüm çox sadədir, hamı bilir ki, öləcək. Amma, bilirsiniz necədir? O qalıbdır o həqiqət qıraqda, hə? Onun sənə təsir eləmək üçün neynəmək lazımdır ki? O neytraldır da sənin, ölüm və sənə nisbətdə neytraldır, dayanıb bir həqiqət kimi. İstəyirsən o həqiqətdən təsirlənəsən düşün barəsində, başlasın sənə təsir eləməyə. Bir mövzudan düşünəndə ondan təsirlənmək olur. Təsir, hər hansı mövzu istəyirsən sənə təsir eləsin barəsində düşün. Başlayacaq sənə təsir eləməyə. Ölüm belə bir şeydir. Ölüm haqqında düşünməklə bir həddə çatarsan ki, misal üçün dedim ya, ölüm. Sənin heç bir əxlaq ustadına ehtiyacın olmaz. Bu hədislər elə belə deməyib ki, kəfa bil mauti vaiza. Ölüm sənin üçün moizə eləməyə, vaiz olmağa ölüm kifayətdir. Amma bizə kifayət eləmir. Bizə gərək günlərlə danışsınlar, hələ biz. Ne üçün? Çünki düşünmürük barəsində. Düşünək ki, bizə moizə eləsin, sirlərini açsın. Məsələn, mən özümü deyim, ən çox ölüm haqda düşündüyüm vaxtlar Ramazan ayı olur. Bilməm nədəndir. Və zövq alır ölüm haqda düşünmək. Yəni adam o məqamdır. Niyə görə? Ona görə ki, bayaq dedi, mübarizə aparırsan,
istəklərindən aram olursan. Aram olmanda da düşünməyə fürsəti yaranır. Başlayırsan o haqqda düşünməyə görsən, o adi bir ölüm adlı həqiqətin içində yüzlərlə sirlər var. Başlayırsan sirlər açmağa. Qəribə heç dillə də gəlib burada danışmaq da olmur. Adam elə hər başa düşdüyünü danışa bilmir ki. Heç o qədər həqiqətlər olur adam beynində ki, heç vaxt danışa bilmirsən. Sadəcə biri gördün, düşünürsən və görürsən, ölümün içindən 100 dənə mənəvi həqiqətlər ortaya çıxır. Nə gözəl sirləri var, açır sənin üçün, düşünməklə açır. Biz bilirik də öləcəyik, bəs niyə bizə kəfa bil mauti, niyə görə ölüm bizə kifayət eləmir? Çünki düşünmürük. Böyüklərin yolu belədir ki, böyüklər bizdən fərqli olaraq düşünməyə vaxt qoyublar. Vaxt qoyublar. Vaxt ayırıb ki, mən filan saatda oturub biraz düşünəcəm, sakit, hər şeyi unudacam. Günün müəyyən saati olur ki, oturur, düşünür, fikirləşməyə sərf eləyir. Bax, bu xütbə var ha, bu xütbə, mən deyərdim ki, bu xütbənin faydalarından biri məlumat deyil. Bu xütbənin müsbət tərəflərindən biri bilirsiniz nədir? Həyatın səs-küyündən qopub, gəlirik bir yerdə toplaşırıq. İndi toplaşmaq hələ biraz da məhdudiyyət var. İnşallah yavaş-yavaş düzələr. Evlərdə, hər yerdə. Məsələn, bir saat vaxtda ayırmışıq ki, biz oturub hər şeyi adam qoya bilsə qırağa yaxşıdır. Bu bircə saatı. Düzdür, indi adam var, işi elədir ki, mümkün eləyə bilmir. Amma mümkün olsa əgər bir saat deyəsəm, bu mənim təfəkkür vaxtımdır. Cümə xütbəsində. Qoyasan qırağa oturasan, diqqətlə qulaq asıb düşünəsən. Məlumat, kaş mənə cəmaat deyə ki, bizə təzə söz danışma. Bildiyimiz haqda gəl düşündür bizi. Düşündür, düşünək bir yerdə. Bir yerdə düşünə bilsək, çox şeylər əldə eləyə bilərik. Cümə xütbəsi düşündürə bilsə bizi, çox yaxşıdır. Hazır məlumatı vermək yox. Beyni işə sala bilsə, fikri işə sala bilsə. Əbuzərdir də, böyük adamdır da həqiqətən. İndi doğrudan da baxırsan, 4-5 adamın adı çəkilir Peyğəmbərin, bir də Əbuzərdir. 4-5 dənə seçilmiş səhabələrdən biridir də. Adam düşünür ki, necə oldu bu Əbuzər oldu? Hədislər buyurur ki, onun əsas işi Allahın işləri haqqında düşünməkdir. Yəni, düşünməklə Əbuzər oldu. Zəhmət verdi özünə, fikirləşdi, dayandı mövzuların üzərində. Bir ustad yazır kitabında, mən oxuyurdum. Deyir ki, mən oturub kitab oxuyurdum. Kitablarım doludur da, kitabxanalar bizdə olmalıdır oxumağa. Ayətullah Bəhaəddini gəldi, deyir, gördü ki, mütaliə edirəm. Deyir, mənə dedi ki, biz də oxuyuruq, amma biraz oxuyuruq, kitabı qatlayıb qoyub düşünürük üzərində. Və çox şeylər elə kəşf edirik. Kitab adama demir. Kitab bəzən ipucu verir. Adam var, oxuyur, məlumatı doldurur beyninə, o kitabı qutarır, bunu başlayır, bunu və görürsən ki, heç nə də bilmir nəticədə. Çünki təfəkkür yoxdur, bir dənə məlumat bazasıdır ancaq. Bilmir, nəyi harada tədbiq eləmək lazımdır. Hədislə din evi yıxır, ayə ilə din evi yıxır, ayəni qoyur qarşıva, onun nahaq çıxardır, bunun nahaq çıxardır. Çünki düşünmür oxuduqlar haqqında. Təfəkkür eləmir, az düşünür. Quranı Allah elə tərtib eləyib ki, düşüncəsiz başa düşülməz. Ki, zəhmət çəkib düşünsünlər. Allah Quranda açıq, şəffaf danışmır ki, onun Qurana inananlar düşüncə sahibləri olsun. Mən həmişə deyirəm, çalışaq ki, adam yetişdirəndə də belə eləyək. Düşüncəli adamlar yetişdirək. Hər şeyi onun əvəzinə deyib, mənim işim bu deyil ki, bildiyimi ötürüm cəmaata və deyim, mənim kimi düşünün. Sən niyə görə cəmaatı özün kimi düşünməyə vadar etməlisən ki? Sən cəmaatı sadəcə düşünməyə vadar elə, həqiqət elə bir şeydir ki, düşüncə ilə tapılacaq, nigaran olma. Eyb yoxdur, bir yerdə səhvə gedəcək, bir yerdə, axırı gəlib düz nəticəyə çatacaq, düşüncəni işə sala bilsən, öz düşüncəvi ötürməsən əgər. Aramlığa çatmağın da yollarından biri, rahatlığa çatmağın da yollarından biri düşüncədir. Bütün günü yoxsa yaşayaq, hadisələrə qərq olaq, düşünməyək, elə axına düşüb gedək. Fikrimiz əsarətli olmasın gərək. Bəzən də fikirləşmək istəyəndə nə edirik? Fikirləşmək istəyəndə də meylimiz istəyən şeyləri aparır. Meyl aparır, bizi istiqamət verir düşüncəmizə. Hara ki meylimiz var o haqda. Biraz hakim olaq. Düşüncəmizə bir qədər hakim olaq. Proqramımız olsun.
Hətta belə bir şey deyirlər ki, düşüncələrinizi yazın ki, belə bir metod deyir hədislər. Düşüncələrinizi yazın ki, siz onda utanacaqsınız. Yazılıb da ki, mənim düşüncəmə bax, gözünün qabağına çıxır. Belə beynində oldu, ötüb ki, bir də gözləmirsən bir vaxt qoy, gör sən indi bax, sakit olan kimi nə haqda düşünürsən. Görürsən ki, ancaq meylün düşüncə və istiqamət verir. Ancaq bir şey, 5 şey, 3 şey, istədiyin şeylərdir. Aramlıq təfəkkürləndir. Bir çox şeylər ki, bizi narahat edir, Allah haqqı düşünməklə həll eləyə bilərik. Bəzi şeylər var ki, bizim üçün əhəmiyyətlidir, düşünməklə bilərik ki, onlar əhəmiyyətsizdir. Belə deyim də, 15 yaşdan 20 yaşa qədər uşaqlar, misal üçün, əsasən dostbazlıq dövrüdür. Valideynlər bu vaxtda narahat olur ki, uşaq dosta bağlanır, nə olur. Hərdən mənə yazırlar ki, mən dostumdan çox asılı vəziyyətdəyəm. Həssas olurlar bir-birinə, dalaşırlar, orada niyə mənə fikir vermədin, burada niyə o birsinə belə elədin, filan, filan, filan. Bunu mən alimlərdən öyrənmişəm. Olub neçə dəfə demişəm ki, keçəcək bu. Vaxtı var bunun. Bu dostbazlıq dövrüdür. 5-6 il, 20 yaşdan sonra yavaş-yavaş başlayacaq səngiməyə, yavaş-yavaş. Görsən, başa düşmək istəmir. Deyir, yox, mən narahatam, filanam, filanam. Amma mənim dediyim söz üzərində düşünsə ki, bu keçəcək bir gün və güləcəksən öz bağlılıqları var, onda daha tez əlac eləyər insan düşünməklə. Daha tez əlac eləyər. Fikirləşsə ki, sabah bugün bağlandığı şeyə güləcək. Necə ki, biz gülmürük uşağa. Uşaq, məsələn, oyuncaq üçün necə dava eləyir? Mənə maşın al, hə? Sən üçün nə qədərsə gülürsən də uşağa. Və bütün həyat belədir, bilirsiniz? Niyə görə ancaq ona gülürsən? Özünə də gül. Sən də onun günündəsən. Onun gündəsən, həyatda elə hər şey gülməlidir. Sən bütün o təmərküzləşdiyin, əhəmiyyət verdiyin şey. Onlar ki, dalaşırıq ki, məsələn, mən başçı mən olacağım, bir-biri ilə uşaqlar. Məsələn, kuruqa bölünürlər, çevrədir, başçı. Sən də dalaşırsan ki, böyük mən olacağım da, həmən adamsan sən. Ondan sənin fərqin yoxdur, gülməli vəziyyətdəsən, sən də uşaq kimi. İndi sənin üçün önəmli olan nədir? Bu sualı ver. Və bir də sonra sual ver. Bu mənim üçün əhəmiyyətli nədir? İkinci sual. Əhəmiyyət müddəti nə qədərdir? Həll olacaq inanın. Nə vaxta qədər əhəmiyyətli ola biləcək? Nə vaxta qədər əhəmiyyətli ola biləcək? Nə vaxt bitəcək? Bunu özün düşünməsən, mən danışsam, sözüm şuar kimi görünəcək. Birisi kənardan bunu deyəndə şuar kimi görünür. O gün haqda düşün ki, nəsə sənə önəmli oldusa, düşün ki, bu bir gün mənim üçün önəmli olmayacaq, indidən önəmli olmaz. Bir gün mən bu istəyimə güləcəm, yaxud da yanacam, bundan indidən qurtulun. Bacarmırsan, yaşlılardan soruş. Yaşlılardan soruş. Adam var idi, nə yeməyim, dadım bilirəm, danışdırsan, qoca kişidir, dişləri də tökülür, məsələn. Vallahi da elə, heç nə. Əhəmiyyətli şeylər hamısı əhəmiyyətdən düşür. Çox şey də bacarmır, elə həsrətlə baxır o şeylərə. İndidən sən düşün ki, bu gün mənim üçün də var bu. Mən desəm ki, can verəndə sənin üçün əhəmiyyətli nə olacaq, deyəcəksən, başladım moizəyə. Söz-səlon çatmayacaq. Moizəyə başlandı. Mənim problemlərimin yolunu göstər mənə. Özün düşün. Düşünüb tapdığın şeylər qədər dəyərli. Onda sən əsəbləşmirsən, özünü düşünmürsən. Başqası deyəndə əsəbləşdirir səni. Və bununla necə olur? Onda narahatçılığın azalır. Niyə? Çünki önəmli verdiyin şey, adam önəm verdiyi şeylər adamı narahat edir də. Ay filan şey olsun, biraz qırağa çəkil, düşündürən hər nə olsun. Bu nə qədər əhəmiyyətlidir. Əhəmiyyətini azaltsan, rahat olursan da. Ona görə deyil, təfəkkür rahatlığa çatmağın birinci yoludur. İmam Sadiq Aleyhisselam buyurur ki, din əhli rahatlığa düşüncə ilə çatır. Çox elə bilir ki, dinin bu işlərlə işi yoxdur. Əksinə dindar, yəni düşünüb, həll eləyib tapan adamlar. Dindar bu deməkdir. Başqalarının düşünmədiyini düşünən olur dindar.
Quranda hörmətli adamlar kimdir? Quranı açın, baxın. Möhtərəm adam, Allahın hörməti, Quranın nəzərində hörmətdilər kimdir? Düşünənlər. Düşünməyənlər nədir? Ən təhqirə layiq, Quran nadir halda kimsə təhqir eləyər. Düşünməyənlər üçün deyir ki, ulaikə kəl-ən'am, bəlhum əzəl. Onlar heyvan kimi, ondan da aşağıdırlar. Onlar düşünməyənlərdir. Allah birinə hörmət eləyəndə deyir, düşüncəli adamdır. Quran səviyyə meyarı budur. Səviyyə. Üstünlük meyarı var, təqva. O da əlaqə. Amma səviyyəli adamdan danışanda deyir ki, düşünənlər mənim adamlarımdır. Düşünənlər mənim adamımdır. Səviyyəli adamlardır. Yətəfəkkərunə fi xalqis səmavati vəl-əz. Yer və göyün yaradılışı haqqında düşünərlər. Rabbena ma xalaqta haza batila. İlahi, sən bunu boş yerinə yaratmamısan. Subhanəkə, sən paksan. Faqina azabənnar. Bizi cəhənnəm odundan qurtar. Hardan hara getdi bu düşüncə ilə? Göylərə baxdı, getdi cəhənnəmdən. Bilirsiniz niyə? Oturdu, düşündü ki, bu boyda kəhkəşan. Saat dəqiqliyi ilə işləyir, çalışır. Saatı da biz icad eləmişik. O dəqiqliyi ilə hərəkət edirdi ki, biz ona uyğun saat zat düzəltmişik. Bu qədər hesab, kitab mənim üçün məsuliyyətli olmayım. Bu hesab, kitab mənə də aiddir, yoxsa yox. Rahatlığa çatmaq istəyirsənsə, biraz zehnini işə sal, düşün. Sənə mühüm olan bu gün nədir sənə əziyyət verir? Bax, gör, nə vaxta qədər mühüm olacaq. Nə vaxta qədər mühüm olacaq. Bax, o günə ki, bu sənin üçün daha mühüm olmayacaq. Bir şey deyim sizə. Bir şey deyim, bu cümlələr yadda qalsın. Hər əhəmiyyət verdiyin, əhəmiyyətsiz şey bir gün sənin üçün əhəmiyyətsiz olacaq. Bir dənə də əhəmiyyəti önəmlə əvəz eləyən türk sözü olsun ki, indi daha çox işlənir. Hər önəm verdiyin, önəmsiz bir şey sənin üçün bir gün önəmsiz olacaq. Buna indidən düşüncə ilə, təfəkkürlə gəlib çata bilərsən. Gəlib çata bilərsən. Hansısa bir gün olacaq, ən axırı haçan olacaq? Can verən anda. Can verən anda insan vay deyəcək, vay. Vay deyəcək, niyə bir dəqiqəmi buna sərf elədim? Hər şey gözdən düşüb. Vuruşurdun, rəqib idin minbər üstündə, vəzifə üstündə, məqam üstündə. İndi can verirsən, heç fərqi yoxdur o minbərə kim çıxıb, sən canının hayındasan. Heç fərqi yoxdur o stolda kim oturub. O kresloda kim yayılıb oturub, heç nə səni, hərdən olur, mən deyilə filan kəs can verir, həmişə düşünürəm ki, indi bu qədər hadisələr var, bayırda oturublar, onun üçün bu saat heç canlı ilə ancaq, heç nə əhəmiyyətli deyil onun üçün. Bunu indidən elə və onda elə bilmə ki, həyat sönəcək, onda sən rahat və daha cazibəli yaşayacaqsan, daha gözəl yaşayacaqsan. Bəzi şeylər var ki, bir dəqiqə vaxt qoymağa dəyməz. Bunları başqası danışsa əsəbləşdirəcək səni. Deyəcəksən ki, əl çəkək, mənim problemim var, burada deyirsən, düşün filan. Amma özün eləsən, yaxşı olacaq, faydalı olacaq. Düşünməyənlər peyğəmbərlərlə, imamlarla düşmən olub. Bilirsiniz niyə? Ona görə ki, bağlanıblar, o da gəlib. Adam bir şeye bağlanıbsa, biri gəlib deyir, eləmə mənasız, başlar onun əlindən əsəbləşməyə. Gəl mane olur, elə bilirsən sənə. Amma özü düşünənlər gedib peyğəmbər ardıcılı olub, imam ardıcılı olub. Deyirlər, ay oğul, elə mən səni axtarırdım ki. Mən elə düşüncəmin ölçüsünə sən uyğunsan, sən mənə münasibsən. Peyğəmbərlərin əlindən əsəbi olanlar bilirsiniz kimdir? Düşünməyənlərdir. Düşünməyənlər, təfəkkür eləməyənlər. Biraz gələcəyi düşün, biraz yaşlı vaxtı düşün, indidən, axırda sənə önəmli olacaq şeylərə indidən köklən. Yersiz şeylərə özünü narahat eləmə. Bu oyunlar hamısı bitəcək, bu oyunların bir müddəti var. Kimsə hoqqa çıxardacaq, oyun çıxardacaq, valla müddəti var. Bitib gedib, çıxıb gedəcək. Keçmişdəkilərdən heç nə qalmayıb. O uğrunda mübarizə apardıqları hədəflərindən heç nə qalmayıb. Daşa dönüb, yoxa çıxıb, yaddan çıxıb. O intriqalar, o mübarizələr, o yersiz enerji sərfiyyatı heç nə olub gedib. Heç nə. Heç nə olub, tarixə çevrilib. Çoxundan heç kəsin xəbəri yoxdur. Biraz yuxarıdan bax, biraz zamanı qabaqla, düşüncə ilə.
Hər şeyi həll eləyəcəksən o vasitə ilə. Şeytan imkan vermir düşünməyə. Şeytana ad qoymaq istəsəz, bilirsiniz necə ad qoya bilərsiniz? Şeytanın adı, tərifi. Şeytan yəni düşüncə düşməni. Şeytan yəni təfəkkür düşməni. Şeytan yəni təfəkkürə imkan verməyən bir varlıq. Hansı həyat tərzisini əl üzdən düşünməyə alırsa, gözü yumlu həyat tərzindən imtina eləyin. Hansı həyat tərzi səni düşünməkdən məhrum edirsə, oyunu yaşamağa dəyməz və müasir dünyanın təqdim elədiyi həyat tərzinin əsas xüsusiyyəti budur ki, qərbdən bu idarə olunur ki, qoymayın adamlar düşünsün. İnformasiya ilə yükləyin, əyləncə ilə yükləyin, başını qatın, o kanaldan bura çevirsin, buradan ora, o desin bizimlə qalın, o desin bizimlə qalın, hey, belə getsin. Qoymayın ki, bir dəqiqə düşünsün, çünki düşünsə həqiqəti tapacaq. Düşünsə tapacaq. Qoymayın düşünsün, imkan verməyin, özünə gəlsin 5 dəqiqə düşünsün. Amma din 2.50 dəstəkləyir ki, insan düşünsün. Və bu sosial şəbəkələr, mən yenə deyirəm, onun zəruri hissəsi var ki, vacibdir, mütləq olmalısan, yazmalısan, fikir bildirməlisən, amma hər şeyin həddi var. O həddə ki, gördün, düşüncəyi sənin əlindən alır, düşünmə imkanı vermir, ondan dərhal imtina eləyəsən. Din zəmin yaradır, deyir, aram ol, sakit ol ki, düşünə biləsən və düşün ki, aram ola biləsən. Elə kəsləri sev ki, sevgilər sənə istirab verməsin. Deyir, Əhl-i Beyti sevən adamın hikməti artar. Çünki sevgi aram eləyər onu, aram adamda yaxşı düşünər. Bu sevgi belə bir xüsusiyyətə sahibdir. Elə kəsləri sev ki, sevgi ilə şad olasan onu sevməklə. Onu sevməklə qəlbin sevinsin, şad olsun. Axırıncı hissəsi söhbətimin, 5-7 dəqiqəyə inşallah bitirərəm. Nə haqda düşünək? Nə haqda düşünək? Gəlin düşünmək üçün bir mövzu verim gələn cümləyə qədər. Keçmişdə danışmışam. Bir Ramazan ayı o barədə danışmışam. Burada dostlar var ki, şükür Allaha neçə ildüzlərini görürəm, həmişə xütbələrdə illərlə dinləyiblər. Amma bir mövzuya başqa yöndən də yanaşmaq lazımdır. Nə haqda düşünək? Bu haqda düşünək ki, niyə Allah həyatda bizə əziyyət qərar verib, bu haqda düşünək. Özü nə qədər öldürürsünsə, öldür, həyatda əziyyət var. Niyə görə bu haqda düşünək? Çünki mövzumuz asan yaşamaqdır, axı, rahat yaşamaqdır, asan yaşayışdır. Ona görə də əvvəl gərək çətinliyin fəlsəfəsini bilək ki, çətinlik bizim aramlığımızı əlimizdən almasın. Çünki birbaşa onunla əlaqəli mövzu. Adam ki, deyir, aram yaşa, rahat yaşa, girir həyata görür çətinliklər. Bir dənə növbəti çətinlik. Deyir, axı, bunu necə uzlaşdırım? Buna həll yolu tapmaq lazımdır. Çətin həyatda aram yaşamaq daxı mövzu. Çətin həyatda, ləqəd xələqnəl insan fi kəbəd, biz insanı çətinlikdə yaratdıq. Çətin həyatda aram yaşamaqdır deyə neynəməliyik? Çətinliyin fəlsəfəsini, çətinlik mövzusunu həll eləməliyik ki, niyə görədir bu çətinlik, nə səbəbdəndir? Nə səbəbdəndir? İnsanlığın tələbi çətinlikdir, insan olmağın tələbi. Düşünüb tapsan fəlsəfəsini, hər bir çətinliyin üzünə güləcəksən. Deyirsən, bildim, aydındır. Təbəssümlə çətinliyi qarşılayan adamlar nə xoşbəxt adamlardır ki, mən bunu bacarmamışam bu yaşa qədər. Təəssüf edirəm ki, sizə bunu danışan adam özü bunu bacarmayıb. Hər bir çətinliyi təbəssümlə qarşılayan adamlar çox ağıllı, çox dərrakəli, çox mənəviyyatlı, çox aram, xoşbəxt insanlardır. Təbəssümlə qarşılayan. Çünki səbəbini bilir, həll eləyib beynində. Rahat həll eləyib. Bir gün malın azalır, deyirsən, aydında olmalıydı. Olmalıydın, təkcə təqdirə təslim olmaq kimi yox, başa düşüb deyirsən ki, bildim, indi mənə bu lazım idi. Aydın məsələdir. Bu mərhələni keçməliydi. İmam Baqir Əleyhisselam buyurur ki, bəzi günlər olur ki, mənim işçilərim mənə elə əziyyət verir ki, öldürücü əziyyət verirlər və mən bundan Allaha yaxınlaşıram. Adamın işçisi adama əziyyət verməlidir. Adamın qonşusu bəzən əziyyət verməlidir. Və bunun içində aram gülə-gülə yaşamalısan. Xoşbəxt yaşamalısan. Asuda yaşamaq istəyirsənsə çətinliyin fəlsəfəsini bilməlisən.
Bir cümlə işarə edeyim, bitirim. Keçmişdə demişəm, insan belə bir varlıqdır ki, özü könüllü seçimi ilə yol getməlidir. Elədir. Könüllü seçim nə deməkdir? İnsan nə zaman seçir? O zaman ki, onda müxtəlif istəklər olur. Müxtəlif istəklər olmazsa seçimin mənası yoxdur. Ola bilər sən yol ayrıcındasan. İstəyin bir yönlüdürsə sən seçim elə, sən elə o yöndə də gedəcəksən. Sən seçimində 2-3 növ istək olanda o səni bura çəkir, bu səni ora çəkir və sən istər-istəməz üçündən birini seçəndə ikisi sənə əziyyət verir. İkisi sənə əziyyət verir. Fəlsəfə budur. Ki sən o əziyyət verənlərdən imtina eləyib birinə tərəf gedəsən və sən ki sənin üçün nəzərdə tutulan cənnət var ha. Onun mexanizmi budur, ora getmək mexanizmi budur. Mələklər üçün o cənnət yoxdur. Axı sən insansan, səni xoşbəxt eləmək üçün, sənin ölçündə cənnət üçün sən gərək bu seçimləri eləyəsən. Seçim içində müxtəlif mahiyyətli meyllər olmalıdır. Qoyunlar ancaq otlayır, başqa şey istəmir ki, deyir, ət yiyim ya ot. Otu seçsin, narahat olur. Görürsən, qoyunların üzü necədir? Görürsən, sakitdir, aramdır. Qoyunların üzünü canlandırın. Amma o aramlıqdan istəmir Allah insan. Allah insana istəyir ki, seçim eləsin və elə aram olsun. Onun aramlığı nəticə kimi yaxşıdır. Amma onun seçimi yoxdur axı, elə həmişə aramdır. Çünki onu narahat eləyən heç nə yoxdur. Yanındakini aparırlar kəsməyə, başa düşmür, yiyir özü üçün, aramdır. O aramlıq yaxşı aramlıq deyil. Amma iki müxtəlif meyl arasında qalıb, birini seçib, o birinin əziyyətindən qurtulmaq necə olur? Düşüncə ilə ki, bu olmalıdır, təbii bunu seçmişəm axı. Bu olmalıdır və aram olasan, güləsən o çətinliyin üzrə. Çətinlik də belə bir şeydir ki, üzünə güldükcə qaçır gedir. Elə ki, qorxdun gəlir üstüvə. Çətinlik belə bir şeydir. Çətinliyi üzrə gülürsən, onu ələ salırsan. Sən gələ bildim. Böyle salam versən, keçir gedir. Həqiqətən elədir. Yox, amma vay filan, başlayır sənə əziyyət vermək, üstüvə gəlməyə. Çətinlikləri gülə-gülə yola vermək, amma boş gülüş yox, fəlsəfə yatsın altında. Biləsən, nə üçün gülürsən? Həyasız olmaq mənasında yox, bivec adamdır, dünya vecinə deyil, gülür. Yox, elə adamlar var. Ondan söhbət getmir. Arxasında mərifət yatsın, fəlsəfə yatsın. Başa düşərək çətinliklərin üzünə güləsən. Deyəsən, bilirəm nə eləmək istəyirsən, aydındır, problem deyil. Mən narahat deyiləm. Yoxsa nə istəyirsən yatmaq, yat. Nə istəyirsən durmaq, dur. Nə istəyirsən yemək, ye. Bu nə olacaq bu adam? O birilər kimi olacaq, o bayaq misal çəkdiklərim kimi. Heç o aramlığa da çatmayacaq. Çünki bunun içində başqa istəklər də var, buna əziyyət verəcək. Heç vaxt aram olmayacaq o insan. Heç vaxt rahat olmayacaq. İstəklər arasında birini seçəndə mütləq o biri sənə əziyyət verəcək. O əziyyəti təfəkkürlə beynində həll edib, üzünə gülmək aramlığa çatmağın yoludur. Aramlığa belə çatırsan. Mən bir daha 100 dəfə çəkdiyim misalı icazə verin, bir də çəkim. Mən sizə yenə gənclərə müraciət edirəm. Mənim əzizlərim, futbol nə zaman maraqlı olur? Futbolda məhdudiyyət olanda. Mən istəyirəm, meydançanın orasına gedim. Heç kəs yoxdur, qaça-qaça getdim. Mən istəyirəm, qol vurum. Qapıda heç kəs yoxdur, qol vurdum. Nədir bu? Mənası nə olur? Mən istəyirəm, meydançanın o tərəfinə keçim, qabağıma maniyə çıxır, onu aşıram, keçirəm. Onda olur oyun və cazibə. Gətirib həmin futbolçuya deyirsən ki, sən qol istəmirsən. Bu boş qapı da sən vur da 100 dənə vur, ləzzət al. Deyəcəm, mən nə edirəm? Mən istəyirəm, məhdudiyyəti keçim, gedim o qolu vurum. Mənası budur. Bəs niyə həyata çatanda burada biz bunu belə həll eləyə bilmirik? Niyə oyunda bunu başa düşürük, həyatda başa düşmürük? Allah da həyatı əyləncəli oyun kimi tərtib edib ki, sənə mane olsunlar, keçəsən, gedəsən. Sənin qarşında dayansınlar, keçəsən, gedəsən və maraqlı olsun və insan olduğu hiss eləyəsən. Demişdim, zarafatça bir danışır. Deyim, niyə qaçır? Deyir, bir top var, onu vurma. Deyir, yaxşı, mən həll eləyəcəm. Deyir, 22 dənə top alır, deyir, rahat var, yolunu tapdım. Bu oyunun sən də nə qədər ağılsız adamdır. Bu qədər adama bir dənə top verərlər. Bizim həyatdan gözləntimiz buna oxşuyur. Necə gülürük? Biz oturup biz nəyə görə hərdən dizimizə döyürük. Mesela bir ki, rəqib komandanın oyuncusu məndən top alır, mən oturup ağlayıram. Niyə gəldin aldın, məndən qoymur, mən gol vurum. Bizim həyatda narahatlıqlarımız buna bənzəyir.
Oturub dizimizə deyir, bu qaydadır, cazibəsi bundadır. Onunla sən sevinməlisən ki, gəldi topu məndən aldı, gedim ondan topu alım. Oyunçu şikayət edir ki, yox, ay hakim, mən oynamağa imkan vermirlər, topu ayağımdan alırlar. Mən etiraz edirəm, nə etiraz edirsən, deyirlər, oyunun qaydası budur. Həyatda bizim çox etirazlarımız, bəlkə də bütün etirazlarımız buna bənzəyir. Biz belə etiraz edirik hər şeyə. Böyük adamlar isə aramdır. Peyğəmbər deyir, müharibənin qızğın vaxtında görərdin ki, aram dayanıb 2 rükət namaz qıldı. Heç narahat deyil, hər şey bilir. Biz Həzrət Zeynəbdən Məhərrəm ayında çox danışırıq. Bir saçan onu bilə bilərsiniz. Biraz çətinliyə, sıxıntıya düşün, görün ibadət halınız var, yoxdur. Adam heç 2 rükət namaz qılmaq istəmir. Kərbəla hadisəsi bitib, Kərbəla hadisəsi. Da ondan böyük yoxdur da. Axşam düşüb İmam Səccad əleyhissalam deyir ki, bibim aram gecə namazı qılır. Bu bir söz nə deməkdir bu? Danışıb keçir üstündən. Aram halda namaz qılır gecə namazı deyir. Elə deyir ilahi əl-əf, elə həmişəki kimi. O boyda çətinliyi necə həll eləyib, nə qədər böyük adamdır, nə qədər əzəmətli adamdır. Bir balaca işlər bizim zövqümüzə uyğun getməyəndə ibadət həvəsimiz ölür, hər həvəsimiz ölür, heç nəyə həvəsimiz olmur. Deyəndə ki, dur bir 2 rükət namaz qıl, dua elə, duanı da belə bir cür elə ki, tez bu dərdim həll olsun. Bilirsiniz, axır sözüm budur. Allahın bu baxımdan da yaradılışına baxmaq olar. Bir məxluq yaradıb. Əsir baxır ki, görüm aram olacaq ya yox. Aram olmamağı üçün müxtəlif hadisələr çıxardır ki, aramlığını pozsun. O bir cür pozmaq istəyir. Hamı əl-ələ verib aramlığı pozmaq istəyir və sən aram qalırsan. Həyatın cazibəsi budur. Həyatın məsələsi budur. Mövzusu budur. Görüm aram qala biləcək. Aram qalmaq o vaxt dəyərlidir ki, gəlib pozmaq istəsinlər. Allah elə tənzimləyir ki, pulunu alım görüm pozulacaq, gördü pozulmur. Nə mən, hörmətinə biri xələl yetirsin, görün pozulacaq, pozulmur. Hey, hər yöndən istəyir aramlığın qalsın, amma ki, pozmağa cəhd göstərir. Sən də aramlığı pozmursan, olsan insan. Ondan sonra deyilər ki, sən kişi adamsan, get həmişə aram olacağın yerə. La xavfun aleyhim və lahum yəhzanun. Onlar üçün nə bir qəm var, nə bir qorxu var, nə də bir kədər. Onlar həmişəlik aram olmağa getdilər. Həm aram olacaqlar, həm şad olacaqlar. Bunun üçün Cəbəl-i Rasix, mömin dağ kimi olar. Dağ necə olur? Aram olsun gərək ki, dağ kimi olsun. Yoxsa hər hadisə sarsıdacaqsa, o mömin ola bilməyəcək. Bu qədər. Allahümmə inna nəsəlükə və nəd'uk. Bismikəl azimil əzəm. El-əzzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. Şəri olan hacətlərimizi rəva elə. Bu danışılan sözləri hamımızın qəlbində təsir elə. Danışdığımıza, eşitdiyimizə əməl eləməyə bizi müvəffəq elə. Bizi şeytan, nəfsə, əmmarə şərrindən hifz elə. Dünya və axirətimizi abad elə. Dünyada İmam Hüseyin əleyhissalamın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Tezliklə bu xəstəliyi, bu bəlanı bizdən uzaq elə. Bu xəstəliyə yolxanlara şifa mərhəmət elə. Bu xəstəlikdən dünyasını dəyişənlərin hamısını qəriq rəhmət elə. Bu zəfər gününü bizə mübarək elə. Bu zəfər gününü bizə yaşadan şəhidlərimizin hamısının ruhunu İmam Hüseyin ağaya qonaq elə. Onların ruhunu bizə duaçı qərar ver. Bu zəfəri bizə yaşadan əskərlərimizi, zabitlərimizi, ordumuzu, qazilərimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Yaralı qazilərimizə tezliklə şifa mərhəmət elə. Aqibətimizi xətmə bixeyr elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Verdiyin neymətləri istədiyin yerə sərf eləməyi bizə nəsib elə. İmam Zaman ağanın zuhurunu tez elə. Haqqı Muhammedin və alih və bil-Fatihə məs-salam.